Salam dostlar, ilk vloguma xoş gəlmisiniz. Günlük vlog çəkirəm dedim, yuxudan duran kimi çəkim. Saat 7:29-dur, 7:30-dur. Mən dietadayam deyə məcbur rejimdən yatıb dururam və indi gedəcəm yemək yeməyə və çəkimə baxmağa. Neçə kiloyam onu görməliyəm ilk öncə. Hər şeydən öncə. Getdik. Hava hələ açılmayıb. Bu nə havadır belə? Allahım səhər duranda belə görmək istəmirəm. Yağış bir tərəfdən, aləm dəyib bir-birinə. Bugündən başladım vlog çəkməyə. Ne yiyeceksin? Qayğanağı da çəkəcəm. Dostlar deməli, hə. İndi yemək hazırlığı gedir. Şef, aşpaz, mamam mənim üçün dieta yeməkləri hazırlayır. Yox, sən də özünə göstər. Nə pişirsən bugün bizə? Bugünlər menyuda qlazok. 2 ədəd qlazok. 2 ədəd sənin, 2 ədəd mənim. Bu arada mamam da dietadadır. Yaver usta. Bu qədər yağla diyet olur. Götürəcəm yarısını. Vay. Super görünür. Bugün həm də sizə göstərəcəm ki, mən dietada gün ərzində nə yeyirəm. İlk məhsul gəldi. Birinci, bu həftə dietamda hər gün səhər limonlu su var, 1 stəkan. Çok şükür yarabbim. Hər gün ac qarnına 1 stəkan limonlu su içirəm. Danışamıyorum. İndi anam yeməyimi çəkir. Ay mama, elə yox da. Heç nə olmaz, geri qaytara bildim əsasən. Telefonuma düşdü. Telefonuma düşdü. Bir an sohbette benim. Gördün sürücü. Ha? Görmədim də, nə bildim, yaxşıdır, vəziyyət yaxşıdır. Heç göstərə də bilmədim, heç nə düşmədik. Hər gün yediyim bol göyərti tabağı. Yeməyimi yedim, özümə gəldim. İndi yeyib hazırlaşmalıyam. Gedirəm birinci bir iş görüşüm və sonra çəkilişim var. İş görüşümdə ideya görüşüm var, daha doğrusu nə çəkəcəklərimiz haqqında bir söhbət eləyəcəyik. Ofisə gedəcəm və oradan da keçib çəkiliş edəcəm. İnan, bugün o qədər işlərim var. Başımdan daşır. Ay Allah, siz mənim ən böyük dəstəkçilərimsiniz. Nəysə, onları eləyəcəm. Sonra Mərcanla bir görüşüm var. Mərcan da yəqin ki tanıyırsınız, tanımasa da tanıyarsınız. Sonra isə axşamında basketbol oyunum var Media Ligada. Planlar belədir. İnşallah ki vloqum maraqlı olacaq. Olmasa da nə olar, baxın da, nə olar ki. Amma deyələ, ya это моя просто этот, я все очень нормальный и havada baxıram ki, bir an belə olur, bir an belə olur. Mən düşünürəm ki, bəlkə düşünmək ancaq bəs etməyəcək. Mənim adım Emindir və mənim 22 yaşım var və düşünürəm ki, mən YouTube-a başlayanda evdən çıxmağa hazıram artıq. Geyindim. Sizə kombinimi göstərim.
Salam. Paintoso. Mən artıq gəldim. Canım iş yoldaşlarımla. Rəssam. Niyə Paintoso? Yaxşı sualdır. Əvvəllər şəkil çəkirdim. TikTok təzə çıxan vaxtı şəkil çəkirdim, amma özüm üçün də rəssam zad deyiləm. Heç nə, dedim ki, bəlkə şəkil çəkim paylaşım. Məsələn, belə bir ağıl ideya gəldi ağlıma. Nə qoyum maraqlı olsun. Picasso ilə Paint birləşdirdim. İngiliscə çəkməkdir də Paint. Albumdan. Hə, və oldu Paint olsun. Məhəmməd! Məhəmməd, salam vermək istəmirəm. Ne oğlum Sevarushka? Sevinsən istəyirsən. Bu ilk YouTube vlogumdur. Ne yaptı bu? Heç kim özünə şikayət Bu şeyə aid. Azərbaycan gələcək. Nəyə aid olacaq? Mən söyləyirəm. Niye? Səhər zənglərinə keçir. Bu buradan çəkeyim. Bir dənə vloguma salam. İlk vlogum nə demək istəyirəm? Emin'in ilk vloguna salam. Təşəkkürlər. Dostlar, gün tam sürəti ilə davam edir. İşimi qurtardım. İndi çöldə bir yerdə oturdum və yemək saatındır. Günün ikinci yeməyi. Günorta yeməyi indi çöldə yeyəcəm. Yeməyim budur. İkinci yeməyim qaynanmış ət, xiyar, pomidor və bibərdir. İndi bunu parkın ortasında yeyəcəm. Asımırı, xiyar. Qaynanmış ət. Biber. Yeməyimi yedim. İndi gedirəm Gənclik Mola. Mərcanla görüşəcəm. Əslində işim tez qutardı, gec görüşəcəkdim. O biraz gecikəcək. Ona görə fikirləşirəm ki, gəzim. Amma hava da çox soyuqdur. İndi bilmirəm gəzə biləcəm ora qədər ya yox. Bu dəqiqə azadlıq tərəfdəyəm və əslində nə bilim 50 dəqiqə çata bilərəm ora, amma bilmirəm indi çataram yoxsa yox. Gəldim Gənclik Molunun qabağına. İndi Mərcan çatmaq üzrədir. Avtobusla elə bir şey idi ki, taksi ilə gediləcək qədər soyuq deyil və yol da qısadır da, amma gəzə-gəzə gediləcək qədər də çətindir. Ona görə avtobus qərarını verib ən məntiqli qərara nə danışıram? Salam. Salam. Getdik. Vloguma xoş gəldin. Çaylarımızı aldıq. Və mango qurusu. Mən bugün bütün yediklərimi demişəm deyə ona görə. Çayı ancaq meyvə quruları ilə içə bilirəm. Heç nə. Mən bugün çox meyvə qurusu. Bugün neynəmsən? Bu arada Mərcan da diyetadadır. Mərcan mənim nişanlımdır, özü təqdim edən. Sən necə təqdim elədin də? Ya biraz da məlumat verdim. Dedim, indi birdən bilməyənlər ola bilər də. Biz Nişanlısı. mənlə nişanlı olmaq necə istəyir? Xoşbəxt. Gözəl hissdir. Allah bizi xoşbəxt. Amin, amin. Hə. Bugün neynədin? Bugün səhər durdum tezdən. Səhər yeməyimi yedim. Məndə bir çovdar çörəyi ilə bir dilim duzsuz pendir idi və bol göyərti təbii ki. Və sonrasında yaşıl çay. Bu arada sənin içdiyin çay necə dadır? Nədir bu? Bu almalı darçınlı çaydır. Aha. Biraz belə şirin bir iyisi var. Mən darçın İyi pişdi amma, xoşlayıram. iyi çox pis. İndi şirin gəldi iyisi. Sən baxın.
Çox kəskin izi var. Mən darçın xoşlayıram deyə Yəni, biraz elədi teraflü. ki, teraflü deyil birincisi, yəni əlaqəsi də yoxdur. Bugün kinoya getməyə vaxtımız var. Yox. İndi 100% aşağı yazacaqlar ki, necə tanış olmusunuz. Sən danış. Bu onda tanışlıq vlogu zatdı, nədir belə? Yox, bu ümumi, bu birinci videodur. Mən bilmirəm, heç buna baxacaqlar yoxsa yox. Yəni, Random bir video. hələ ki, bir Açılış video. videosu. Nə kim baxmaq istəyir, baxa bilər. Belə baxmayan məcbur eləməyim. Yəni, Tanışlıqdakı heç nə də Eminlə Instagramda followlaşırdıq, Eminin şəxsi hesabından. Sonra elə oldu ki, Emin başladı mənə storylərdən yürüməyə. yox. Və biz bu arada eyni universitetdə oxuyurduq və Emin heç bunu bilmirdi. Mən bilirdim, amma Emin bilmirdi. Mən yazırdı, eləyirdi, amma bilmirdi. Mən onu neçə dəfələrlə görmüşəm, eləmişəm, amma heç vaxt o məni görməyib. Mən çünki heç qızlara baxmaq insan deyiləm, ona görə görmürəm. Hə, yəni belə. Hə, heç nə də Instagramda danışdıq. Əsas bizim qırılma nöqtəmiz, qırılma deməyim də birləşmə nöqtəmiz yalın idi. Hə, yalın. Yalın söhbəti oldu. Biz Əslində mən Mərcan bir story paylaşmışdı ki, yalının bir dənə mahnısı. Hə, mən də nə vaxtdan da şey eləm ki, nə yazım da, hansı story nə yazım. Elə bir story seçməliydim ki, hot kimi görünməməliydi. Adam deyər ki, buna bu nəyə yazıb ki? Elə dedin də sən özdə. hə, mən Yalının storiesini yazdım. Ayda uşaqlıq mahnım. Güya ki, mən elə uşaqda bütün yalını var. Bu arada sən 4 kilo atmamısan. Mən hə. Mən 10 günə 4 kilo və kilosu azdı gün onsuz. deyil. Hə, 10 gün əslində. İndi bugün 13-cü günümdür. Mən 11-ci günüm. 11-dir. Necə 11 olur? 11-də dünən olmuşdu. Hə, 11-ci günümdür. Mən 10 gündür artıq şəkər yemirəm. Mən 2 ildə şəkər yeməmişəm. Təsəvvür edirsən? 2 il. Yəni şəkəri aldığım şey sadəcə meyvədir. Emindir. Hə, meyvədir, ayda. Hə, meyvədir, bir də ki quru meyvələr. İnşallah evlənirik. İnşallah. Evlilik vlogu tezliklə. Nəsə siz qulaq Tarixi deyəsən, Yox. O sürprizdir, onu heç kim bilmir. büyüsü bozulmasın. Onda bu da belə bir şey. Hamı təxminlərini yazsın. Əgər kimsə toy tariximizi düz bilsə, Hə. neynəyək ona? Nəsə belə hədiyyə alaq. Hədiyyə. Məncə Və- də. Yaxşı bir hədiyyə olsun, yəni yola verdi yox. Hə, hə, qəşəng bir hədiyyə. Toy tariximizi bilənə hədiyyə bizdən. Dəqiq də, yəni dəqiq gün bilənə, Dəqiq gün, o çətindir biraz elə bir. yox dəqiq gündən. Ayı nə var bilməyə. 12 ay var da, hərəsi bir ay yazsın. Onda yaxşı, məsələn, yaxın tarix də olar. Məsələn, 2 gün aralıq. 2 gün o yan bu yan ola bilər, amma düz tapan zaten lap əla. Halaldırsın. Halaldır. Necə biz kimi, biz yəni bizim toyumuz tariximizi nə dəqiq bilsinlər. Yəni belə. Heç nə. Dostlar, biraz gəzəndən sonra axşam yeməyi vaxtım gəldi. Molda oturdum. Axşam yeməyini də hazırlayacağam elə. Bu deyil. İndi onu hazırlayacağım. Ufaq gətirmiş. Gəldik molda. Ver onu Ya, ya. saxlayım, o besini balacanı. Onu götür. Elma. Hə, uşaqlar. Hə, deməli. Sən nə yeyirsən? Elə kəsmirlər. O belə tutub kəsmək olmur. Emin. Mən dediyim kimi niyə kəsmirsən? Mən eləyəmirəm, mən Allaha qoy eləyəmirəm. İnan Allaha mən. İnan Allaha iş belə. Belədir bu. Ayda yaxşı. O birisini də amma o niyə yeyirsən? Belə tut. Bax bunu belə ataq. Teşekkürler. Bura qoyaq ki. Dış ses. Emin Bey ne yapıyorsunuz acaba? Az şey diqqət çəkmirmiş işim. Bir də bu var burada. Allah. Uşaqlar. Marka görsəm.
İndi sürpriz şeyi açıram. Semeton. Bunu da əlavə edirik. Neyse, mənə nuş olsun. Smetanlı meyvə salatı. İndi gəlirəm basketbola. Birinci basketbol oyuna baxacağam. Ondan sonra da bizim məşqimiz olacaq. Media basketbol komandası olaraq. Məşq eləyəcəyik, görək. Artıq günün sonlarına doğru yaxınlaşıram. Bilmirəm, video maraqlıdır. Sağ olun, siz Sağ olun. Haqqdır. Sağ olun. Çox sağ olun, siz Hayır, siz o Oralar əlbəttə olur. gecə şamxası istəsiniz belə kofe də içə bilərsiniz. Yox, çox sağ olun. Gedirəm, oyunum var ona görə. Marağa bir burada elə bilərik. Belə Videonu çəkən yerdə bir izləyicim yaxınlaşdı, məni tanıyan bir adam. Çox maraqlı bir şey yaşadım. Orada bir şirniyyat dükanı var. Dedi, sizlə bir xatirə şey çəkdirək və dedi, gəlin bu dükanda çəkdirək. Nəsə, girdim də, mən də çəkdirdim də. Yəni. İlk dəfə də belə bir şey yaşırdım. Salam olsun yenidən o izləyicimə. Nəysə, mən davam edirəm. Gələ görə basketboldan olur. Yeah. Please tell me that I can't, that I won't, that I fail, that I'll never make it out, yeah. Please tell me all the bad, never good, fill my head full of every single doubt, yeah. Please say any negative thoughts, I pop off when I hear people say I cannot. I get off to the thought of proving everyone wrong, I won't stop to the top, so you better back off and get lost. I'ma stay loud, stay proud, never running out. Məşqdən çıxdım. Çox şey çəkə bilmədim məşqlə əlaqəli. Biraz aqressiv məşq oldu. Nəysə, bugünlük bu qədər. Bu vlog bu qədər. Bu ilk videomdur. Bilmirəm, bəyənərsiniz, bəyənməzsiniz. İlk dəfədir vlog çəkirdim və edit eləmə prosesini də bilmirəm necə eləyəcəm. Bu bir test ola bilər. Siz yenə də nə istəyirsiniz, necə bir kontent görmək istəyirsiniz? Fikirlərinizi yazın, bəyənin, abunə olun. Bildirimləri də açın ki, xəbəriniz olsun. Sağ olun.